Hörmətli izləyicilər, yeni bir video ilə qarşınızdayıq. Bu videoda sizlərə Qurban Bayramı ilə bağlı pensiyaçılara və sosial yardım alan ailələrə veriləcəyi deyilən 200 manat bayram pulu ilə bağlı ətraflı məlumat verəcəyik. Həqiqətən bu xəbər düzdürmü? 200 manat bir dəfəlik ödəniş veriləcəkmi? Pensiya alanlara və sosial yardım alanlara ətraflı şəkildə məlumat verəcəyik. Əgər həqiqətən verilirsə, kimlər üçün veriləcək? Bu videoda ətraflı şəkildə məlumat verəcəyik. İlk olaraq video keçməzdən öncə bu videonu mütləq bəyənin ki, video daha çox insana çatsın. Eyni zamanda kanalımıza mütləq abunə olun ki, biz növbət dəfə video paylaşdığımız zaman sizə dərhal bildiriş gəlsin. Bəli, hörmətli izləyicilər, son günlərdə sosial şəbəkələrdə Qurban Bayramı ilə bağlı Sosial Müdafiə Fondunun hər bir vətəndaşa sosial yardım və ya pensiya alan hər bir vətəndaşa 200 manat Qurban Bayramı ilə bağlı bir dəfəlik ödəmə veriləcəyi xəbəri yayılıb. Qeyd edim ki, hörmətli izləyicilər, bu xəbərlər hələ ki heç bir əsası yoxdur və reallığı əks etdirmir. Sonuncu dəfə Azərbaycanda bayram pulu adlı bir dəfəlik ödəniş ötən ilin dekabr ayında yeni il ərəfəsində verilmişdi. Həmin 200 manat bir dəfəlik ödəniş isə dünya azərbaycanlılarının həmrəylik günü münasibəti ilə prezident tərəfindən verilmiş sərəncam əsasında dekabrın 27-si sosial yardım alan ailələrin bank kartına bir dəfəlik ödəniş şəklində köçürülmüşdü. Yəni bu pensiya alanlara şamil edilməmişdi. İndi isə yayılan yeni xəbərlərə əsasən Azərbaycanda pensiya alan şəxslərə və ünvanlı sosial yardım alan ailələrin hər birinə 200 manat güya Qurban Bayramı ilə bağlı bir dəfəlik ödəmənin veriləcəyi, yəni bayram pulunun veriləcəyi məlumatları yayılıb, videoları yayılıb hətta. Bu barədə sizə məlumat verim ki, hörmətli izləyicilər, hələ ki Nazirlik tərəfindən hər hansı bir məlumat yoxdur, rəsmi açıqlama yoxdur. 200 manat bir dəfəlik ödənişin verilməsi ilə bağlı dövlət tərəfindən hər hansı bir açıqlama verilməyib. Ümumiyyətlə Qurban Bayramı ilə bağlı dövlətin sizə pensiya alanlara, ünvanlı sosial yardım alanlara hər hansı bir ödənişin fərq eləmir, 200 manat olsun, 50 manat olsun və ya hər hansı bir bayram payı olsun, bu barədə hər hansı bir rəsmi açıqlama gəlməyib. Rəsmi açıqlama olduğu halda kanalımızda bu barədə video paylaşılacaq. Qeyd edim ki, ötən il verilən 200 manatla bağlı köhnə məlumatları və video materialları bəzi sosial şəbəkə istifadəçiləri təkrar paylaşaraq həm reytinq yığmağa çalışır, həm də vətəndaşları aldatmağa çalışırlar. Odur ki, belə yalan məlumatlara inanmamağı və etibar etməməyi sizə tövsiyə edirik. Əgər Nazirlik hər hansı bir dəfəlik ödəmə və ya bayram pulu ilə bağlı hər hansı bir qərar qəbul edərsə, özü bu barədə rəsmi açıqlama verəcək və ya biz də öz növbəmizdə, öz səhifəmizdə rəsmi məlumat paylaşacaq sizlərə, hörmətli izləyicilər. Növbəti videolarda isə pensiyaların artımı ilə bağlı ətraflı şəkildə məlumat veriləcək. Eyni zamanda ünvanlı dövlət sosial yardımın dəyişən qaydaları haqqında video paylaşacağıq. Videolarımızı qaçırmamaq üçün bu videonu mütləq bəyənin ki, video daha çox insanın qarşısına çıxsın. Eyni zamanda kanalımıza mütləq abunə olun ki, biz növbət dəfə video paylaşdığımız zaman sizə dərhal bildiriş gəlsin. Videomuz yekunlaşdı. Növbəti videoda görüşmək ümidilə.